Salam, diqqət mərkəzinə baxırsınız. 20-ci əsrdə dahi Albert Einstein deyirdi ki, elm gələcəyin açarıdır. Einsteynin kəşfləri sonda digər ixtiralarla yanaşı atom energetikası və nüvə silahını yaratmağa imkan verdi. Bu isə dünyanı dəyişdi. Qoca dünya bugün də dəyişir, özü də daha sürətlə. Odun kəşfi ilə başlayan elmi-texniki tərəqqi get-gedə daha da sürətlənir. Amma bu yalnız elm deyil. Bugün o dövlətlər güclüdürlər ki, onların elm və texnologiyaları var. Yalnız elmi olan dövlətlər gələcəkdə müvəffəqiyyətli ola biləcəklər. Bu sahəni inkişaf etdirə bilməyənlər digər dövlətlərdən həmişə asılı olacaq. Azərbaycanda elmin inkişafı mövzusunda media müsahibəsində Prezident İlham Əliyev də danışdı. Dövlət başçısının sözlərindən hiss olundu ki, bu sahə Azərbaycanın strateji inkişaf prizmasından onun üçün çox önəmlidir. Və burada söhbət yalnız ictimai və ya humanitar deyil, siyasi prosesdən gedir. Bugün diqqət mərkəzində Azərbaycanda elmin inkişafından danışacağıq. Görülən və görülməli olan işləri müzakirə edəcəyik. Mövzu müzakirəsi üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Fizika İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elçin Hüseynov. Qarabağ Universiteti Klinikasının baş direktoru, Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı Samir Babayev. Kimya İnstitutunun direktoru səlahiyyətlərini icra edən Əfsun Sucayev. Və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Biz bu müzakirə, bu verilişi təşkil eləməkdə məqsədimiz Azərbaycanda elmin inkişafı səviyyəsini və bunun gələcək perspektivlərini araşdırmaqdır və bu mövzunun müzakirəsinə bizə dövlət başçısının jurnalistlərə verdiyi müsahibədə elmin inkişafı ilə bağlı söylədiyi fikirlər səbəb oldu. Ona görə mən təklif edirəm ki, əvvəlcə müsahibədən həmin hissəyə baxaq və sonra müzakirələrə başlayaq. Dəfələrlə mən bunu demişəm, bir də deyirəm, tam şuurlu şəkildə inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır. Neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin vəziyyətinə və inkişaf etmiş ölkələrin. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var. Çox deyil, amma var. Onların texnologiyaları hardan gəlir? Onlar özləri mi onları icad edir? Yox. O gəlir beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir, amma biz fəal işləməliyik bu istiqamətdə. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin artırılması, müəllimlərin sosial təminatı və peşəkarlığının artırılması, test sistemi və s. Bütün bu faktorlar bir məqsədi güdür ki, cəmiyyət savadlı olsun və bilikli. Ancaq o halda biz uzun müddətli inkişafa nail ola bilərik. Yox, onda neftimiz, qazımız qutarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma biz indi öz xalqımızın, dövlətimizin gələcəyini 10 illiklər, 100 illiklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu sahə həddindən artıq vacib sahədir. Və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq. Elçin, mən dövlət başçısının fikirlərini eşitdik və gördük ki, prezident üçün bu elmin inkişafı nə dərəcədə vacibdir. Gəlin danışaq, elmin inkişafı konsepsiyası Azərbaycanda nədən ibarətdir? Yəni biz nələr edirik və etməliyik ki, elm inkişaf eləsin? Bəli, mən ilk öncə bütün tamaşaçıları salamlayıram. Biz nəzər salsaq, görərək ki, baxın, Azərbaycanda Elmlər Akademiyası sistemi var idi. 70 il bundan öncə yaranmışdı. Hamımız qəbul edirik ki, Elmlər Akademiyası sistemi ola bilsin ki, vaxtında kifayət qədər elmi işlərlə məşğul olub, kifayət qədər ciddi nəticələr alıb. Bizim Yusuf Məmmədəliyev kimi alimlərimiz var, bizim Həsən Abdullayev kimi alimlərimiz var. Biz bunu danmırıq. Bu var. Amma artıq zamanın tələbləri, zaman artıq inkişaf edir və texnologiya inkişaf edir. Buna görə də
bu islahatlara getməyə, dünya ilə ayaqlaşmaq üçün bu islahatlara getməyə biz məcburuq, belə deyək. Təsadüfi deyil ki, Cənab Prezident 2022-ci təxminən 4 il bundan öncə Elm və Təhsil Nazirliyi yaratdı, Elm və Təhsil üzrə Dövlət Agentliyi yaratdı və son zamanlar həqiqətən də təqdirə layiq haldır ki, bu Elm və Təhsil Agentliyi, Elm və Təhsil Nazirliyi çox ciddi işlər görür, elmin inkişafı istiqamətində çox ciddi işlər görür. Mən burada bir neçəsini sadalamaq istəyirəm, qısa olaraq üzərindən keçmək istəyirəm. Məsələn, ilk olaraq o agentlik yaranana qədər stimullaşdırma yox idi. Alimlər arasında stimullaşdırma tədbiri yox idi. Yəni, bəzi universitetlərdə vardı, ayrı-ayrı universitetlər vardı, amma akademiya sistemində, institutların heç birində bu stimullaşdırma sistemi yox idi. Onlar stimullaşdırma sistemi tətbiq etdi. Məhz stimullaşdırma ilə artıq alimlər daha çox həvəsli oldular ki, kim çox iş görür, o daha çox pul alacaq. Yəni, elmi dərəcəni alıb, ömrünün axırına qədər pul belə deyək də, onun üzərində dayanıb, yəni, tutaq ki, 90-cı ildə kimsə hər hansı bir elmi dərəcə alıb, artıq 2025-ci ildir. Üzərindən 30 il keçib, 40 il keçib, adam ona görə nə dərəcədə doğrudur onun əmək haqqı almağı, əlavə məvazilər almağı və agentlik bu istiqamətdə çox həqiqətən də professional yanaşdı buna və dünya praktikasından istifadə etdi. Dünyada birmənalı alimlərin qiymətləndirilmə sistemi var. Birmənalı Web of Science var, Scopus var. Bu üzərindən alimləri qiymətləndirmək olur. Yəni, bütün dünya bu cür qiymətləndirir və nazirlik də bu cür yanaşaraq alimləri qiymətləndirib, mükafatlandırdı və bunun nəticəsi təxminən 3 ildir təxminən bu proses başlayıb. Artıq özünü göstərir, nəticə özünü göstərir. Azərbaycan alimlərinin beynəlxalq arenada məqalələrinin sayı artır. Söhbət əsl məqalədən gedir. Yəni, söhbət digər alimlərin Avropa ölkələrində, Amerika qitəsində, ümumiyyətlə dünyada inkişaf etmiş ölkələrin alimlərinin qəbul etdiyi məqalələrdən gedir. Yəni, onlar artıq birmənalı bu məqalələri sözün əsl mənasında elmi nəticə olaraq qəbul edir. Və bu çox təqdirə layiq haldır, mən hesab edirəm. Sizin fikriniz, Samir müəllim, necə olmalıdır və yaxud da nə etməliyik ki, Azərbaycan elmi dünyanın digər inkişaf etmiş ölkələrindən geri qalmasın və biz o elmdən töhfələri görək? Birinci, məncə, insanlar yetişdirməliyik. İnsanlar vacibdir. Yəni, elm işindən məşğul olanlar, alimlər, tədqiqatçılar, laboratoriya texnikləri. Ondan sonra, məncə, infrastrukturu vacibdir. Yəni, laboratoriyaların özləri ki, yəni, həm də maaşlar bu insanlar üçün infrastruktur, resurslar. İnteqrasiya çox vacibdir. İnteqrasiya deyəndə, yəni elmi elm üçün deyil, ad üçün deyil, bir yəni tətbiqi tərəfi olmalıdır deyə düşünürəm. Çox vacibdir. Elm dəyərləndirəndə də, bir məqalə dəyərləndirəndə, bir proyekt, bir qrant dəyərləndirəndə o tətbiqi tərəfinə mütləq baxılmalıdır deyə düşünürəm. O mənada inteqrasiya, yəni dövlət, sənaye, yəni bizim ixtisasda klinika deyək və tədqiqatçı bir masada oturub, yəni bunu danışmalıdırlar, koordinasiya eləməlidirlər ki, elm, belə deyək, tədbiqi elm inkişaf etsin. Əsas unsurlar bunlardır deyə düşünürəm. Yəni bunları biz yarada bilsək, onda bizim elmimizdə xeyli qabağa gedəcək. Buyurun, sizin fikriniz, Azərbaycanda elm sahəsində çalışan insanların sayı təxminən 20 min nəfərdən çoxdur. Ümumilikdə 127 elmi təşkilat və müəssisə var. Ancaq Milli Elmlər Akademiyasında 5000-ə yaxın tədqiqatçı çalışır. 664 elmlər doktorumuz və 2026 fəlsəfə doktorumuz var. Ola bilər ki, statistikada yanılıram. 2023-cü ildə 1663 tədqiqatçı tam zaman ekvivalentində işləyib. Yəni, bütün günü elmi araşdırma ilə məşğul olub. Əgər bu rəqəmlərə inansaq, bizdə indi yəqin ki, biz Yaponiyadan sonra ikinci olmalıydıq. Bir sıra sahələrdə isə hətta birinci. Niyə bizdə bu alınmır? Çünki bu niyənin cavabını tapsaq... Oradan təşəkkür edirəm əvvəla. Olduqca aktual bir mövzu, yəni elm təhsil mövzusunda geniş elm təhsil ictimaiyyətini maraqlandıran bir məsələni ilk növbədə dövlətimizin birinci şəxsinə ünvanladınız və sonra o müzakirəni dayandırmadan yenidən bu
çox tamaşaçısı olan ictimai televiziyanın bu studiyasına daşımışsınız və bu müzakirələr belə demək mümkünsə bu və ya digər formada davam etdirilir və belə bir aktual bir müzakirəyə məni də dəvət etmişsiniz. Buna görə də ayrıca təşəkkür edirəm. Bəli, sizin qeyd etdiyiniz statik göstəricilər bu yalnız ola bilsin ki, kəmiyyət nöqteyi nəzərdən qənaətbəxş olsun. Amma əgər məsələnin keyfiyyət nöqteyi nəzərdən götürsək, o səsləndirilən rəqəmlər mövcud potensialı tam əks etdirə bilmir. Yəni, bugün alimin fəaliyyətinin nəticəsi elmi məhsuldur. Yəni, ortaya elmi məhsul çıxarmalıdır və əgər biz o qeyd etdiyiniz alimlərin sayına il ərzində əldə olunan elmi məhsulu bölsək, bu ola bilər ki, fərqi yoxdur, fundamental tədqiqatlarla məşğul olsun və yaxud da tətbiq yönlü fəaliyyətlə məşğul olsun. Onda əgər biz o statistik rəqəmlərdən yola çıxsaq, o hər bir alimə düşən elmi məhsul, yəni elmi məqalə olsun, o elmi məqaləyə gətirilən istinadlar olsun və yaxud da apardığı tətbiq yönlü tədqiqatın nəticəsi real iqtisadiyyata tətbiq olunmalıdır və o da dəyər yaratmalıdır. Amma biz əgər o nöqteyi nəzərdən məsələyə baxsaq, bu heç də qənaətbəxş deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər qeyd olunanda Elçin müəllim oraya toxunmaq istədi. Təbii ki, cənab prezident də vurğuladı ki, problemlərin əsasında dayanan Azərbaycanda elmin təhsildən uzun müddət ayrı qalması idi. Yəni, burada elm, təhsil, istehsalat inteqrasiyasının yaradılması yubadıldı. Hardasa biz Sovetlər dövrün çıxma şərti ilə son 32 illik götürürsək, bu dövrdə bu inteqrasiyanın yaradılması yavaş getdi. Burada da təbii ki, akademik sistem biz inkar eləmirik. Azərbaycan elminə müəyyən töhfələri olub və əgər bugün Azərbaycan elmi məktəblərindən danışırıqsa və yaxud ayrı-ayrı elmi nəticələrdən danışırıqsa, təbii ki, biz o alimlərimiz, o sistemin, Sovet dövrünün yaratdığı məktəblərə və onların aparıcı müdavimlərinə təşəkkür eləməliyik. Lakin müasir dövrdə bu dünyanın müasir çağırışların və Azərbaycan reallığını nəzərə almaqla o məqsədlərə akademik sistem çatdıra bilmədi və cənab prezident də vurğuladı ki, belə demək mümkünsə, dövlətin elmi siyasətini bu akademik sistem tam yerinə yetirib o qarşıya qoyulan elmin konsepsiyası olsun, elmi inkişaf strategiyası olsun, onlarda ki, o əsas məqsədlərə çatdıra bilmədi. Nə idi əsas məqsəd? Əsas məqsəd Azərbaycan elminin dünya elminə tamamilə inteqrasiyası, İkinci, elmlə təhsilin tam inteqrasiyasını yaratmaq və Azərbaycan aliminin söhbət dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış elm sahələrində çalışan alimlərin yaratdığı elmi nailiyyətlərin real iqtisadiyyata tətbiqindən gedir və burada bizim problemlər kifayət qədər ortaya çıxdı və bu problemləri həll eləmək üçün təbii ki, bizim dövlət məsələyə öz əlin qoydu və ilk öncə 2022-ci ildə cənab prezidentin sərəncamı ilə akademik sistemdə olan dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış institutlar yeni yaradılan Elm Təhsil Nazirliyinin tabeliyinə verildi və o dövrdən 2022-ci ildən 2 il keçməklə o müddət ərzində Elm və Təhsil Nazirliyi bu elmi əsas koordinasiya edən bir qurum kimi çox böyük bir işlərə, yəni həm də belə demək ağrılı bir işlərə başladı və bugün çox sürətli proseslərin şahidiyik. Bizi qabaqda çox işlər gözləyir. Təkcə tutaq ki, institutların birləşdirilməsi, bir-birini təkrarlayan laboratoriyalardır, şöbələrin strukturlaşması ilə iş bitmir. Burada məsələyə çox düzgün olaraq həm alimlərimizin maddi rifahının yaxşılaşdırılması və tədqiqat mühitinin yaxşılaşdırılması ilə. Yəni, bu şəkildə proseslər davam edir. Mən ümid edirəm. Mən biraz elmin gələcəyi ilə bağlı narahat insanam. Amma mən ki, o Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən struktur islahatların məzmun və mahiyyətinə baxdım. Çox optimist oldum ki, biz qarşıya qoyulan məqsədlərə çata biləcəyik. Rüfət bəyəm, anladığım qədərincə söhbət ondan gedir ki,
Milli Elmlər Akademiyasının tərkibində olan elmi tədqiqat mərkəzləri alim ixtisasa uyğun olaraq təbiət və texniki elmlər üzrə ali məktəblərin balansına verilsin, birləşdirilsin. Ali məktəb xaricdə olduğu kimi tələbəni yetişdirir, onu göndərir elmi tədqiqat mərkəzinə. Elmi tədqiqat mərkəzinə də gəlir hardansa qıraqdan sifarişlər. Onlar bunu yerinə yetirir, pul qazanır və eyni zamanda elm inkişaf edir. Düz anlayıramı sadə dildə desək? Tam olaraq yox. İcazənizlə mən bir ümumiyyətlə siz əvvəl sual verdiniz ki, Azərbaycanda elmin konsepsiyası necə olmalıdır? Əslində cənab prezident öz müsahibəsində çox düzgün şəkildə son dövrlərdə Azərbaycanda elm təhsilinin inteqrasiyası ilə bağlı keçirilən islahatların bir növ strateji əsasını ifadə etdi və bir daha vurğuladı ki, neft-qaz resursları ümumiyyətlə məqsəd deyil, onlar gələcəyimizi qurmaq üçün, potensiallı kadrları yetişdirmək üçün bir alətdir və bu alətdən biz düzgün istifadə etməliyik. Artıq burada vurğulandı, yəni ümumiyyətlə Azərbaycanda elmin konsepsiyası necə olmalıdır? Azərbaycanda elmin konsepsiyası ümumiyyətlə digər ölkələrdən o qədər də fərqlənməməlidir. Elmin elə konsepsiyası ondan ibarətdir ki, aşağı-yuxarı elm, sənaye və təhsilin inteqrasiyasından keçir. Ola bilsin ki, ölkələrin prioritetlərinə uyğun olaraq, iqtisadiyyatlarına uyğun olaraq müxtəlif komponentlərdə, müxtəlif sahələrdə biraz fərqliliklər ortaya çıxsın. Niyə bu inteqrasiya vacibdir? İlk olaraq elm ümumiyyətlə nəzəri biliklər yaradır, eyni zamanda sənayenin problemlərini həll etməklə bağlı müəyyən işlər görməlidir. Yəni həmin o yaradılan nəzəri bilikləri təhsil istifadə edib günün tələblərinə uyğun, əmək bazarının tələblərinə uyğun kadr yetişdirməlidir ki, həmin kadrda sənaye tərəfindən, sənaye deyək, tibb sahəsi deyək, cəmiyyət tərəfindən istifadə olunub müəyyən dəyər yaradılsın. Burada əks əlaqə də var ki, nə qədər iqtisadiyyat inkişaf etsə, nə qədər orada yaxşı kadrlar olsa, bir o qədər elm üçün yeni suallar yaranacaq. Yəni onun üzərində işləmək üçün yeni suallar yaranacaq və iqtisadiyyat da, sənaye də həmin o sualların həlli üçün elmi maliyyələşdirməlidir. Yəni ona görə bu ümumiyyətlə üçbucağın qurulması vacibdir və bu istiqamətdə son dövrlərdə çox ciddi islahatlar aparılmaqdadır. İlk olaraq görünən odur ki, ilkin etapda birincisi, bütün islahatlar çox sistemli, strukturlu və planlı şəkildə gedir. İlkin etapda elm və təhsilin inteqrasiyasını biz görürük. Artıq vurğulandı, Elm Təhsil Nazirliyi yaradıldı. Elm Təhsil Nazirliyi yanında müxtəlif agentliklər yaradıldı. Elm Təhsil Nazirliyi daha çox elm təhsil siyasəti, agentliklər isə daha çox inzibati və dəstək xarakterli funksiyalara malikdirlər. Amma Elm Təhsil Nazirliyi bizim yerimizə elmlə məşğul olası deyil. Yəni elm baş verməlidir əsasən universitetdə və elmi tədqiqat institutlarında. Burada görünən odur ki, bizim ölkənin müəyyən bir təhsil tarixi var, elm tarixi var. Həmin o elmi tədqiqat institutları vaxtilə həmin dövrdə olan iqtisadi ehtiyaclara uyğun vaxtilə yaradılıblar. Onların bəziləri hətta müxtəlif binalarda olsalar da bəzən bir-birinə çox oxşuyurlar, bəzən eyni işlər də təkrar eləyiblər və belə bir optimallaşdırmaya gedildi ki, yaxın sahələrə uyğun gələn institutların optimallaşdırılması, orada olan kadrlara yenidən baxılması. Çünki müəyyən o meyarlara baxılananda görsənir ki, lazımi qədər orada elmi məzmun da yox idi, beynəlxalq əməkdaşlıqla bağlı da istənilən o təəssüratları ödəmək baxımından problemlər yaradıldı və düşünürəm ki, bu institutların universitetlərlə əlaqələndirilməsi, inteqrasiyası həmin o institutların özlərinin inkişafına da gətirib çıxaracaqdır. Bu birinci komponentdir ki, biz hansı ki indi görürük bu elmin inkişafı ilə bağlı. İkinci odur ki, biz ümumiyyətlə son dövrlərdə elmin inkişafında formalizmdən, yəni hesabatlılıq üçün elmlə məşğul olmaqdan nəticə əsaslı dəyərləndirməyə keçirik. Yəni bu çox vacib düşünürəm ki, addımdır. Nədir nəticə əsaslı dəyərləndirmə? Cənab Prezident də müsahibəsində qeyd etdi ki, yəni hansı tədqiqatları edirsiniz, onlar hansı jurnallarda çap olunur, harada indekslənir və s. Bu bir növ bugünə olan, əlimizdə olan alətdir ki, biz ölçə bilirik ümumiyyətlə bizim elmimizin həcmi və keyfiyyəti hansı şəkildədir. Məsəl üçün,
adam başına düşən məqalə sayı Scopus tutaq ki, beynəlxalq elm etnik bazalarında, həmin o məqalələrə olan istinadların sayı, həmin o məqalələrin beynəlxalq həmmüəllifliklə yazılan saylarının ümumi məqalələrin sayına nisbəti, məqalələrə olan istinadlar, bütün bunlar ölçülə bilən meyarlardır. Ümumiyyətlə, biz nəyisə ölçə biliriksə, əslində biz onu müəyyən qədər düzəldə bilərik. Bütün bu nəticələr göstərir ki, məsələn, bayaq siz vurğuladınız ki, müəyyən rəqəmləri vurğuladınız, amma mən də sizə digər rəqəmləri göstərə bilərəm ki, biz inkişaf dinamikasını görürük. Yəni, bəzi rəqəmləri mən sizə göstərim. Məsəl üçün, 2023-cü ildə tutaq ki, ümumiyyətlə, Azərbaycanlı alimlərin çap etdikləri məqalələrin sayı Scopus bazasında 2924 idi. Amma 2025-ci ildə bu 6113-dür. Yəni, 2 il ərzində 2 dəfə biz burada artım müşahidə edirik və bu 6113-ün təqribən yarısı 2970-i Q1 kvartilli jurnallardadır ki, Q1 kvartilli artıq keyfiyyətli elmi nəticələr deməkdir. Bu məsələnin bir növ ikinci komponenti. Burada təhsil tərəfi də çox vacibdir ki, çünki təhsil olmalıdır ki, o təhsildə keyfiyyətli insanlar yetişsin, sonradan onlar elmi kadrlara çevrilsinlər. Bu sahədə də çox ciddi adımlar atılıb. Cənab Prezident də vurğuladı ki, 10 yeni ali məktəb açılıb. Hal-hazırda ölkədə 6 ikili diplom proqramları var. Dünyanın ən yaxşı universitetləri ilə. Onların ikisi də məsəl üçün Azərbaycan Dövlət Neft Sənayesindədir və biz həqiqətən də o proqramların keyfiyyətini görə bilirik. Sabah proqramları artıq neçə ildir dövlət tərəfindən maliyyələşdirilir. İkili diplom, sabah proqramları, akkreditasiyadan keçmiş beynəlxalq proqramlar, bunlar demək olar ki, bizim universitetlərin ən yaxşı məhsullarıdır və bu proqramları bitirən bizim gənclərimiz demək olar ki, dünyanın istənilən universitetinin məzunu ilə daha rəqabətli ola bilirlər. Xaricdə təhsil proqramları, məsəl üçün 2022-2028-ci il artıq 1800-ə yaxın gənc göndərilib, əsasən magistratura səviyyəsində, müəyyən qədər bakalavr, doktorantura səviyyəsində. 2019-23 dövlət proqramı çərçivəsində PhD, yəni doktorantura təhsili almaq üçün 284 nəfər ən yaxşı xarici universitetlərə göndərir. Artıq onlar geri dönməyə başlayıblar. Artıq, məsəl üçün, Azərbaycan Dövlət Neft Sənaye Universitetində geri gələn bütün doktorantura, xarici təhsil almış doktorantlara biz yüksək səviyyəli, yüksək maaşlı işlər təklif edirik. Burada vacib komponentlərdən biri də odur ki, bayaq da vurğulandı, dövlət tərəfindən resurslar da verilir. Təkcə alimlərin maliyyələşdirilməsi deyil. Məsəl üçün, biz qabaqlar deyirdik ki, beynəlxalq elm etnik bazalara çıxışımız yoxdur. Artıq istər Scopus, Web of Science, ProQuest Central, Cambridge University Press-ə nazirlik tərəfindən bütün universitet və elmi tədqiqat institutları üçün bir növ akseslər açılıb. 2025-ci ildə artıq vurğulandı, 300-ə yaxın tədqiqatçı nəticə əsaslı mükafatlandırılıb. Yəni, nəticələr ölçülür və mükafatlar verilir. Artıq mükafatlar şəxsi mülahizələr və yaxud da başqa məsələlər üzərindən verilmir. Artıq mükafatlar nəticə əsaslı beynəlxalq meyarlara uyğun verilir. Scopus bazasında, eləcə də Web of Science-da elm etnik göstəricilərimizin artımı ilə bağlı artıq qeyd etdim. Yenə də Elm Ali Təhsil Dövlət Agentliyi tərəfindən təlimlər keçirilir. Ola bilsin ki, bizim yaxşı alimlərimiz var, amma elmi nəşrlərlə bağlı, onların yazılması ilə bağlı, layihə yazılması ilə bağlı, qrant yazılması ilə bağlı bilik bacarıqları o qədər yoxdur. Hətta bu istiqamətdə də dövlət tərəfindən, məsəl üçün, Scopus süni intellekt alətindən necə istifadə olmalıdır və s. ilə bağlı çox ciddi tədbirlər görülür. Universitetlərdə elmi jurnallar maliyyələşdirilir. Bugünkü gündə 8 elmi jurnalımız dövlət tərəfindən dəstəklənir ki, onlar lazımi o elm etnik bazalara daxil olsunlar. Və sonunda bir məqamı vurğulayım ki, bunu biraz elm təhsilinin inteqrasiyasını görürük, amma müəyyən qədər burada sənaye hələ ki kənarda qalmış olur. Bizim göstəricilər göstərir ki, məqalələr var, onlar beynəlxalq jurnallarda da çap olunur. Lakin onların sənaye ilə əlaqəsi çox yoxdur. Yəni, bir növ burada biz növbəti etap olaraq universitetlər təşəbbüsü ələ almalıdır.
və sənaye ilə əlaqə qura bilməlidir. Niyə yoxdur bu əlaqə? Çünki bugünkü gündə açığı sənaye universitetə güvənmir, universitetin də sənayedən o qədər də xəbəri yoxdur. Bu mənada İlkin etapda kiçik layihələrlə sənaye üçün hansısa müşavirlik xidmətləri göstərərək biz o güvəni qazanmalıyıq ki, artıq sonradan müəyyən maliyyələşmə də əldə edə bilək. Təşəkkür edirəm. Bir qədər tənqidi yanaşacağım, amma mən biləni elmdə tənqidi yanaşma ancaq müsbət qarşılanır. İnkişaf aparır. Rüfət müəllim, Rüfət müəllim söylədi. Mən elmlə bağlı açığı siyasət tərəfinə baxıram daha çox. Məsələn, mən görürəm dünyanın aparıcı ölkələrini sürətlə, misal üçün, dron texnologiyalarından istifadə edirlər. Hər yarım ildən bir artıq yeni bir dron çıxır. Mən baxıram digər istiqamətlərə, süni intellektə və sadəcə olaraq heyran oluram ki, görün dünyada nələr baş verir. Mən baxıram digər sahələrə, həmin kimya sənayesinə, fizikaya, elektroenergetikaya və s. və s. Mən o günləri şokdaydım sadəcə. Çində bir zavod açıblar, tekstil zavodudur. Zavodda bir nəfər də adam işləmir. Ancaq robotlar işləyir, robototexnikadır və 7-24 işləyir. İndi mənim sualım sizədir. Məsələn, tibb sahəsi üzrə. Baxırsan, xarici ölkələrdə Türkiyənin özünün bir böyük bir universitetinin mütləq bir xəstəxanası var, orada təcrübə keçirlər və s. və s. Azərbaycan ali məktəbləri, Rüfət mənim dediyi kimi, bu yükü öz üzərinə qəbul etməyə hazırdırlarmı? Sənaye baxacaq, deyəcək ki, siz neyinirsiniz ki, mən sizə hələ grant da verim və s. və ilaxır. Sənaye biznesdir. Hazırdır ali məktəblər bu yükü üzərinə götürməyə? Məncə, bugün hazır olan məktəblər var, amma məsələ ondan başlayaq ki, siz Türkiyədən danışdınız. Məncə, bizim elmimizin durumu, yəni bu son, belə deyək, müstəqillik tariximiz təkcə deyil, bunu Sovetlərdən bu yana ələ almaq lazımdır deyə düşünürəm. Çünki Sovetlərdə çox bəsit, belə deyək, misallar var bunun üçün. Məsəl üçün, Sovetlər Birliyi çökəndən sonra bizim elm adamları, Sovetlərdən çıxan elm adamları, hansı elm adamları tələb olundu Qərbdə? Qərbdə tələb olunan fizikaçılar oldu, Qərbdə tələb olunan riyaziyyatçılar oldu, Qərbdə tələb olan bəzi kimyaçılar oldu. Amma tibb adamı çox da, belə deyək də, səhiyyə işçisi ya da səhiyyə alimi o qədər də tələb olunmadır. Məsələ nədir orada? Məsələ odur ki, elə Sovet zamanında belə bizim sahəyə, məsəl üçün səhiyyə sahəsinə o qədər də diqqət ayrılmırdır. O diqqət ayrılmadığı üçün, yəni lazımlı səviyyədə. Ona görə bizim başlanğıc nöqtəmiz də elə də yüksək deyildir. Amma yaxşı tərəfi odur ki, o dəyişir, fərqləşir. Bugün görürük ki, elə Azərbaycan səhiyyəsində Türkiyədən məzun olmuş, Türkiyədən belə deyək də öz mütəxəssisliyini bitirmiş, rezidenturalarını bitirmiş, gələn bizim sistemə qatılan, səhiyyə sistemimizə qatılan küllü miqdarda həkim var. Və bu həkimlərin bir çoxu gələndə, belə deyək də, arzularla, royalarla gəlirlər ki, bəs biz burada elmlə məşğul olacağıq. Türkiyədə gördüyümüz, rezidenturada gördüyümüz elmi işlər də eləyirlər orada. Onu burada da davam edəcəyik. Amma reallığa düşürlər. Reallıq da nədir? Reallıq budur ki, hər tibb sahəsində bir elmi tədqiqat və bir klinika deyək, universitet klinikası. Onun əsas 3 missiyası var. 1, tədrisdir. 2, elmi tədqiqatdır. 3, xəstəyə xidmətdir. Bizdə bu 3 missiyadan bir missiya hər şey çevrilir, xəstəyə xidmət missiyasına çevrilir. Çünki və elmi tədqiqat, tədris entuziazma qalır. Bu, yəni elm adamını səhiyyə sahəsində yetişdirmək üçün ona resurslar vermək lazımdır. Belə deyək, mentorluq eləmək lazımdır. Mentorluq məsələsində, məsəl üçün, mentorluq rəsmi rəhbərlik deyil. Mentorluq, bunu artıq Qərbdə coaching da belə deyirlər. Yəni, mentorluğun üstü, mentorluq ağıl öyrətməkdir. Coaching, belə deyək, əlindən qolundan tutub bir şeyi göstərməkdir həm də eyni zamanda. Mentorluq lazımdır 1. 2, resurslar lazımdır. Resurs dediyim, konferanslara qatılma imkanı, vaxtı, qrantlar, maaş, laboratoriya, bunlar lazımdır. Üçüncüsü, bunlardan başqa perspektiva lazımdır. Perspektiva dediyim, yəni hər elm adamı 5 il içində nə olacam mən, onu deyə bilməlidir. Deyə bilmirsə, onu qabağında çox aydın deyilsə və bunu sistem də ona heç bir vəd etmirsə, onda beyin göçü qaçınılmazdır.
Murad, mən Buyurun. üzr istəyirəm, o söhbət düşdü deyə. Səmimi olsaq, ayrı-ayrılıqda universitetlər sənayinin yükünü tam üzərinə almağa hazır deyil. Yəni, universitetlərə istər Sovet dövrü olsun, istər müstəqillik illərində olsun, istərsə də hal-hazırda da onların nəzdində belə elmi tədqiqat institutları olub, elmi tədqiqatla fundamental və yaxud da tətbiq yönlü fəaliyyət göstərmək imkanları yaradılıb. Amma fiziki imkanları ona imkan verməyib ki, ta ki, dövlətdən gələn hansısa sifarişləri tam şəkildə yerinə yetirsin və iqtisadiyyatın tələbatını qarşılasın. Məsələ bu struktur islahatlarda Elm Təhsil Nazirliyi düzgün olaraq universitetləri yeni yaranan institutlarla birgə və ölkənin iqtisadi potensialına töhfə verə biləcək tədqiqatları aparmaq üçün bir həlledici adımlar müəyyənləşdirib. Və yeni yaranan institutlara publik hüquqi şəxs statusu verilib. Məqsəd də odur ki, alimlərin laboratoriyada əldə elədiyi o elmi tədqiqatların nəticələrini sənayeyə çıxara bilsin. Yəni, burada universitetlər elmi tədqiqat institutları ilə, yəni təbii ki, bir-birinin potensialından istifadə eləmək. Çünki bugün yenə deyirəm, ayrı-ayrılıqda ona görə universitetlər hazır deyil ki, universitetlərdə əsas deməli, fəaliyyət hazırlığa, kadr hazırlığına yönəlib. Yəni, bugün Rüfət mənim də təsdiq eləyə bilər ki, universitetlərdə professorlar, dosentlər, yəni elmlər doktorları olsun, fəlsəfə doktorları olsun, onların yalnız tədrislə, yəni günün sonuna qədər tədrislə məşğul olmanın nəticəsində onların artıq laboratoriyada tədqiqata vaxt ayırmağa imkanları çatmır. Yəni, onlar araşdırmacı deyirlər, onlar müəllimdirlər, belə deyil. Amma növbəti hədəflərdə artıq Rüfət Məmcil də başlayıb o prosesə tədqiqatçı alim, deməli, tədqiqatçı müəllim statusunda onlar müəyyən laboratoriyaların təşkili, elmi araşdırma mərkəzlərinin təşkili və onların iştirakı ilə təbii ki, ölkənin iqtisadiyyatına töhfə biləcək işlərə yəqin ki, nəticələr ortaya çıxacaq. Amma yenə deyirəm, burada Elm Təhsil Nazirliyi düzgün olaraq bu elmi tədqiqat institutlara o publik hüquqi şəxs statusu verib ki, təbii ki, dövlətin büdcə ayırmalarından kənar, sənayedən daxil olan sifarişlər əsasında dövlətin ən azı strateji məqsədlərinə yönələ biləcək işləri artıq bilavasitə o tədqiqatları tamamlayıb, tətbiq edə bilsin və hazırdır. İstər bizim fizika institutu olsun, istər kimya institutu olub. Bunların böyük bir təcrübəsi var ki, Azərbaycanın strateji məhsulları olan tələbatın deməli, o tələbatına yönələn işləri görsün, tədqiqat işlərini görsün, tamamlasın və tətbiq eləsin. Mən bir dənə farklı öz təmsil elədiyim institut miqyasında deyə bilərəm. Məsələn, Aşqarlar Kimyası institutu olub, indi onun əsasında kimya institutu yaranır, o potensial durur. Onlar hələ Sovet dövründə aşqarlara, yəni bu sütkü materialların istismar xassəsini artıran və eləcə də xüsusi təyinatlı yağlar var. Onlara olan tələbatın hardasa 30%-ni qarşılaya bildi. Əgər bu potensial o vaxt olub, niyə indi olmaz? Deməli, Elm Təhsil Nazirliyi bu məqsədləri, bu potensialı qiymətləndirərək yeni yaranan institutlara həm də o imkanı yaradır ki, o işləri daha müasir formada, dünyanın o reallıqlarına, müasir çağırışlarına uyğun davam elətdirsin. Sizin fikriniz Elşin müəllim, universitetlər qarşılaya bilərmi? Məsələn, bütün yükü öz üzərinə çəkə bilərmi? Və yaxud da 50%-ni çəkə bilərmi? Mən də Əfsun müəllimin fikirlə razıyam. Bugünkü gün hesab edirəm ki, ola bilsin ki, 5 ildən, 10 ildən sonra qarşılaya bilər. Bugünkü gün mən hesab edirəm ki, qarşılaya bilməz. Niyə qarşılaya bilməz? Çünki bugünkü gün bizim universitetlərdə çalışan müəllimlərin, tutaq ki, 500 saat, 600 saat dərs saatı varsa, mən tədqiqatçı müəllimləri çıxmaq şərtləndirirəm. Son zamanlar bu istiqamətdə işlər görülür. Onun tədqiqat aparmağa vaxtı yoxdur. Misal üçün, bir nümunə çəkmək istəyirəm. Mən Belçikada Gent Universitetində işləmişəm, tədqiqat aparmışam Gent Universitetinin laboratoriyasında. Orada professorun 50 saat dərsi olur. Tutaq ki, 50 saat, 30 saat və s. dərsi olur, amma tam pul alır. Tam əmək haqqı tamdır. O məsləhətçi professor olur. Məsləhətçi professor kimi olur. Bizdə də o sistem formalaşır. Bildiyim qədər bəzi universitetlər hətta desən Neft Akademiyasında formalaşır. Bu sistem formalaşır bizdə də. Amma ki, digər tərəfdən biz nəzər salsaq inkişaf eləmiş ölkələrə ixtisaslaşmış institutlarda adətən həm texniki baza deyək, həm potensial adətən daha çox olur.
digər ölkələrdə də belədir. Yəni Azərbaycanda tək belə digər ölkələrdə adətən tutaq ki, məsəl üçün əgər biz fizikadan danışırıqsa, fizika Azərbaycan Respublikasında fizika institutunda daha çox inkişaf edir, nəinki digər universitetlərin daxilində olan fizikalar. Çünki avadanlıq baxımından çoxdur, praktikası var. Ümumiyyətlə bu sahədə ixtisaslaşmışdır. Yəni adamların səhərdən axşama qədər gördükləri iş təcrübə aparmaqdır, elmi inkişaf etdirməkdir. Yəni ümumiyyətlə yaxşı olardı ki, təbii ki, sistemli şəkildə, yəni bir çox ölkələrdə bu praktikada var ki, tutaq ki, fizika institutunda A avadanlığı var, kimya institutunda B avadanlığı var. Ən yaxşı variant bu olardı ki, onlayn sistem yaradardıq. Mən gedib kimyanın üstündəki avadanlıqdan istifadə edə bilərdim və yaxud da digər universitetdəki avadanlıqdan və oradakı alim də gəlib bizim institutda və digər institutlarda olan avadanlıqlardan istifadə edə bilərdi. Bildiyim qədər bunun üzərində işlər gedir, hələ ki tam olaraq tamamlanmayıb. Murad müəllim, Buyurun, burada lütfen. laf belə bizim Ali Attestasiya Komissiyasında fəaliyyət göstərməyimiz imkan verir ki, yerinə yetirilən işlərin, dissertasiya işlərinin keyfiyyətinə baxaq. Məsələn, texnika sahəsi üzrə müdafiə olunan işlər var, amma texnoloji işləmələr yoxdur. Tətbiq budur da, yəni texnoloji işləmə olmalıdır ki, sənayedə tətbiq olunsun, yaxud transfer olunsun, ondan gələn gəlirlər ölkə iqtisadiyyatı. Yəni əslində məndə niyəsə belə təsəvvür var. Bəlkə bu təsəvvür yanlışdır və sizin deyəcəksiniz ki, Murad, sən tamamilə yanılırsan. Məndə sanki belə təsəvvür var ki, bizdə bəzi elmi işlər, araşdırmalar sadəcə bu araşdırmanın aparılması üçündür. Məsələn, təkər çox vacib bir şeydir. Avtomobil sənayesində istifadə olunur və alim oturur əsaslandırır ki, təkər həddindən artıq vacibdir. Və hamı da deyir ki, əla, təbrik edirik səni, çox gözəl müdafiə elədin bu mövzunu, təkərin vacib olduğunu sübut elədin. Velosiped icad elədik, amma bir irəliləyiş olmadı. Məndə niyəsə belə təsəvvür var. İcazənizlə mən məsələyə biraz konseptual baxaq. Bizim müəyyən bir bayaqda qeyd etdik, elm təhsil tariximiz olub və müəyyən məsələlərə yanaşmamız olub da. İqtisadiyyatın özü də tamamilə başqa cür olub. Həmin dövrdə, Sovet dövründə mövcud olan zavodların həcmi də başqa cür olub. Orada tələb olunan elmə tamamilə başqadır. Amma bu hamısı dəyişib. Dəyişib, amma müəyyən qədər bizim elmi təfəkkürümüz dəyişməyib. Biz hələ də danışırıq ki, sənaye bizə sifariş verməlidir. Sənaye bizə sifariş verməyəcək. Sənayedən biz sifarişi almalıyıq, ala bilməliyik. Yəni o potensialda olmalıyıq ki, onu ala bilək. Sənayeni təkcə biz texniki olaraq yox, iqtisadi olaraq, bütün onun təchizat zənciri olaraq, bütün onun sistemi olaraq çox yaxşı başa düşə bilməliyik. Məsəl üçün, müqayisəli analiz aparsaq, ölkələrin çoxunda, tutaq ki, Çində eksperimental tədqiqatlar, sırf sənayedən gələn tədqiqatlar 81% təşkil edir. Yəni 81% tədqiqatlar eksperimentaldır və bunu sənaye maliyyələşdirir. Tutaq ki, bu digər ölkələrdə, Amerikada tutaq ki, 67%-dir, İngiltərədə bu 65%, amma hardasa bu rəqəm 60-dan yuxarıdır. Bütün hallarda 60-dan yuxarıdır. Fundamental tədqiqatlar hardasa 5%, 10% uzağı təşkil edir. Yəni fundamental dediyimiz bizim daha çox məşğul olduğumuz, hansı ki o nəzəri bilikləri gücləndirməklə bağlıdır. Onlar çox kiçik bir hissəni təşkil edir əslində və onlar daha çox maliyyələşdirilir, tutaq ki, elmi qrantlar vasitəsilə dövlət tərəfindən. Əsasən universitetlər özləri müəyyən potensialı formalaşdırıb həmin o sifarişləri ala bilməlidirlər. Məsəl üçün, bugünkü gündə Nefqaz sənayesində Azərbaycanda 3 dənə böyük operator şirkət və onların çoxlu kontraktorları var. Və onlar bir çox müşavirlik işlərini hansısa peşəkar xarici şirkətlərə verirlər. Çünki o potensialı bizdə görə bilmirlər. Mən əminəm ki, o potensialı bizdə görə bilsələr, niyə də onu bizə verməsinlər? Amma o potensialı bizdə görə bilmək üçün ilk olaraq biz onların dilində danışa bilməliyik. Onların dilində layihə şəklində təqdim edə bilməliyik. Həqiqətən də sistemli şəkildə bütün o problemləri bir növ universitetə gətirə bilməliyik. Bununla bağlı, yəni burada əslində çox çətin bir məsələ yoxdur. Əgər hansısa şirkət bunu edə bilirsə, universitet bunu çox daha rahat edə bilər. Burada əsas bizim problemimiz daha çox kadrlarla bağlıdır və universitetlər düşünürəm ki, ilkin etapda belə deyək, müəyyən qədər vəsait xərcləyib, bir növ biz buna bir startup kimi baxmalıyıq ki, universitetlər vəsait xərcləyir, öz potensiallarını artırırlar, sonra da həmin mütəxəssislər sənayedən o sifarişləri
gətirirlər. Bunu gətirdikdən sonra, məsəl üçün, universitetin 3 cür gəliri ola bilər. Biri institusional gəlirdir, hansı ki, dövlət sifarişindən və yaxud da tələbələrdən gəlir, yəni bu təhsillə bağlıdır. Biri ola bilər tədqiqatdan gəlir, üçüncüsü də ola bilər sənaye servisdən gəlir, yəni ixtisas artırma, sənaye təlimlərin keçirilməsi və s. Bugünkü gündə bizdə yalnız biri var, institusional gəlirdir. Bu institusional gəlir də verilir tələbələrə dərs keçmək üçün. Tələbələrə dərs keçmək üçün verildiyi üçün də müəllimlər tədrislə məşğuldurlar. Sənayedən gəlir əldə olunandan sonra həmin o sənayedən gələn gəliri biz elə yenə də öz alimlərimizə verib onların yükünü, tədris yükünü biz azalda bilərik. Çünki o maliyyə tədrislə bağlı verildiyi üçün institusional biz o yükü azalda bilməyəcəyik. Düzdür, bunu müəyyən bir etapda edə bilərik ki, yəni müəyyən mərhələdə vəsaitlər xərcləyək. Məsələn, Azərbaycan Dövlət Neft Sənaye Universiteti olaraq bir tədqiqatçı müəllim statusu müəyyən etmişik. Bizim tədqiqatçı müəllimlərimizin bəziləri 3 dəfə, bəziləri 2 dəfə daha artıq maaş alırlar. Yəni təqribən burada söhbət gedir 5-6 min maaşdan bir tədqiqatçı müəllim alır və onların dərs yüklərinin də azalmışıq və müxtəlif tədqiqat klasterlərinin idarə olunması onlara tapşırılıb. Amma onlardan da bizim gözləntilərimiz var. Gözlənti var ki, gələcək 2 ildə siz hansı işləri görməlisiniz, nə qədər universitetə maliyyə resursları cəlb etməlisiniz və bu ildən belə deyək, bütün müəllimlərlə bağlı da bizim o diferensial əmək haqqı sistemimiz var. Məsələn, 2025-ci ildə Azərbaycan Dövlət Neft Sənaye Universiteti 3 milyon manat diferensial əmək haqqı verib öz əməkdaşlarına sırf elmi tədqiqatlarla bağlı, yəni elmi nəticələrlə bağlı. Amma bu ildən biz artıq həmin o meyarlara, məqalə çapı və onların keyfiyyəti ilə yanaşı sənayedən gələn gəlirləri də bir koeffisient olaraq, bir meyar olaraq əlavə eləyəcəyik ki, hansı tədqiqatçı, hansı müəllimimiz sənayedən daha çox gəlirlər universitetə gətirə bilirsə, onun diferensial əmək haqqı da bir o qədər də çox olacaq. Yəni, təcrübə göstərir ki, biz meyarları, motivasiyaları hansı tərəfə istiqamətləndiririk həmin istiqamətdə bizdə inkişaf baş verir. Bayaq sadaladığım o məqalə saylarının son belə deyək 2 ildə Scopus bazasında 3 dəfə artması, onların keyfiyyətinin artması həmin o təşviqlərin nəticəsində olub. Düşünürəm ki, burada da biraz artıq bu növbəti etapdır. Burada biraz bizə vaxt lazımdır ki, həmin o gənc kadrlarla, sənaye ilə biz əməkdaşlığı qura bilək. Buyurun, araya girmək istəyirəm. Rüfət müəllimlə tam razıyam. Məncə təməldə problemimiz elmi araşdırmalarda başlayanda daha çox metoddan başlayırıq. Əlimizdə bir alət var ya, metod var, ona uyğun problem axtarırıq ki, o problemi çözək. Amma əslində dünyada praktik elmlə məşğul olanlar problemdən başlayır. Ortada bir problem var, o problemi çözmək üçün metod qoyulur və elmi araşdırma olunur. Amma biz, Cənab Prezidentin də bu müsahibəsində dediyi kimi, biz kompakt ölkəyik. Bizim resursumuz sonsuz deyil, məhduddur. Ona görə prioritet sahələr məncə olmalıdır, prioritet sahələr seçilməlidir. Bu, deyək ki, təhsil ola bilər, kənd təsərrüfatı ola bilər, səhiyyə ola bilər, rəqəmsallaşdırma olar və başqaları. Və əsas gücümüzü o yöndə elə bir konsentrasiya eləmək daha uyğun olar deyə düşünürəm. O yoldayıq, elə görünür. Çünki bu elmi tədqiqat institutlarının da konsolidasiyası məncə onun bir parçasıdır. Yəni, siz demək istəyirsiniz ki, dövlət müəyyənləşdirir. Mən dövlət dedim, çünki ən böyük bizdə maliyyə yatırımı ayıra biləcək dövlətdir. Dövlət özü üçün müəyyənləşdirməlidir. Mənə lazımdır informasiya, kommunikasiyaları, texnologiyaları, mənə lazımdır, misal üçün, səhiyyə, mənə lazımdır, metallurgiya, neft kimyası və bu istiqamətdə elmi araşdırmaları maliyyələşdirməlidir. Bunun 2 tərəfi var. Yəni, təbii ki, sənaye tərəfi var. Sənaye də bunu bizdən istəyə bilər, amma bizdə ən böyük oyunçu hələlik dövlətdir və dünyada da bir çox yerdə elədir. Amerikanın özündə də belə, məsələn, səhiyyə sistemində səhiyyəyə araşdırmaya, elmi tədqiqata yatırım çox olmur. O qədər olmur bəlirli sahələrində. Ona görə orada NIH deyə, National Institute of Health, böyük bir dövlət qurumudur ki, əsas grantları ayıran da odur. Və o da dövlətin stratejik dediyimiz nöqtələrinə, stratejik sahələrinə o pulu yönləndirir. Belə bir seçim dövlət tərəfindən aparılıbmı və yaxud da aparılmasının işartılarını görürükmü biz?
Əslində ümumiyyətlə mən düşünürəm ki, biz ümumi yanaşmada iki hissəyə ayıra bilərik elmi tədqiqatı. Bir fundamental tədqiqat, bir də sənaye yönümlü tədqiqat. Təxminən aşağı-yuxarı bütün dünyada fundamental tədqiqatlara dəstək olan birmənalı dövlətdir. Yəni çünki misal üçün Marsın üzərində su axtarışından biz gəlir əldə edə bilməyəcəyik. Yəni bu mümkün olan bir şeydir. Dövlət orada dəstək olur ki, orada su axtaraq. Amma ki, tutaq ki, neft məhsullarının bayaqları müəllim qeyd etdi, hardasa tətbiq eləməkdən biz gəlir əldə edəcəyik. Bu zaman sənaye müəssisələri burada maraqlıdır. Yəni sənaye müəssisələri maraqlanır. Təbii ki, burada məsələn bəzi ölkələrdə belə bir praktika var ki, həmin sənaye müəssisələrinə də dövlət təsir edir. Misal üçün vergidən azad edir və yaxud da vergisini azaldır ki, elmə dəstək olduğunuza görə, tutaq ki, misal üçün deyirəm 10% vergi ödəyirdinizsə, elmə dəstək olduğunuza görə 5% ödəyəcəksiniz və s. Bu kimi yanaşmalar var. Bu səhv etmirəmsə Avstriyada təxminən belə bir sistem işləyir. Orada mənim şəxsən tanıdığım bir Azərbaycanlı var. O işləyir tədqiqat, o işləyir sənaye sayəsində. Amma deyir biz verginin bir qismindən azadıq çünki universitetlərə dəstək oluruq. Universitetlərdə elmi tədqiqatlara dəstək olduğumuza görə dövlət bizi oradan azad edir. Yəni burada elə bir ki, sanki qarşılıqlı anlaşma kimi bir yanaşma var. Elçin müəllim dediyinə də bir kiçik bir əlavə eləmək istəyirəm ki, yəni dövlət həm o fundamental sahələrdə vacibdir və yüksək riskli sahələrdə də vacibdir. Məsəl üçün bugün Elon Musk'ın SpaceX-i demək raket fırlayır, ondan sonra o enir. Amma bu dövlətin dəstəyi olmadan mümkün olmazdır. Yəni bu da vacibdir. Bəzi riskli sahələrdə sənaye çox da belə yaxınlaşmır universitetlərə, amma dövlət dəstəyi ola bilir. Siz bitirin. Amma adətən ümumiyyətlə belədir ki, fundamental elm öncə formalaşır, yəni fundamental elm inkişaf edir, sonra sənayeyə keçir. Yəni bu da uzun müddətli vaxt alır. Bizdə bəzən yanaşma ola bilər ki, yanlış yanaşma olar ki, tutaq ki, bu günləri 1 milyon manat pul ayırdıq, sabah onu 2 milyon manata çevirmək elm sayəsində demək olar ki, qeyri-mümkündür. Çünki bu zaman alır. Yəni ilk öncə 3 metr uçan bir dron düzəltməliyik, sonra bu olacaq 6 metr, sonra olacaq 100 metr, sonra bu uçacaq Marsa və yaxud da Aya uçacaq. Yəni biz sadədən mürəkkəbə getməliyik. Yəni fundamental öncə möhkəmlənməlidir ki, yavaş-yavaş onun üzərində sənaye əhəmiyyətli işlər görülsün. Buyurun Nəsrullah. Murad, burada sanki yəni müşahidələr göstərir ki, dövlət elm təmsilçisi kimi alim və sənaye sahələri də belə deyək, konkret o iqtisadi sektorda arasında bir ehtimatsızlıq münasibəti var. Nədir məsələ? Yəni qarşılıqlı inam məsələsi var da. Yəni bu sifariş, bu iş stratejidir və yaxud da ümumi məqsədlidir. Bunu Azərbaycan alimi universitetdə və elmi tədqiqat müəssisəsində yerinə yetirib yüksək səviyyədə o tələbata uyğun olacaq, olmayacaq. Və bu məsələ də indiyə qədər olan o uyğunsuzluğu aradan qaldırmaq məsələsi var. Mən düşünürəm ki, Elm Təhsil Nazirliyi bunun üzərində də işləyir. Bu gün ayrı-ayrı elmi tədqiqat institutları, indi biz elmi tədqiqat institutlarının təmsilçisi deyə nümunələri daha çox olan üzərində yönəldirik. Ayrı-ayrı elmi tədqiqat institutları olsun ki, dövlətin və yaxud da sənaye sahələrinin, ayrı-ayrı özəl sənaye sahələrinin o məqsədli məhsulların yaratma iqtidarındadır, gücündədir. Sadəcə biraz tədqiqat mühitin o beynəlxalq səviyyəyə çatdırmaq üçün ardıcıl işlər görmək lazımdır. Əgər bir halda ki, biz o, yenə deyirəm, istifadə olunan o məhsulların, hansı ki, o sənaye sahələri onu xaricdən əldə edir, onu daha keyfiyyətlə yarada bilən Azərbaycan Alimi və Elmi Tədqiqat İnstitutu var. Amma demək, burada o bir vasitəçi olmalıdır, etibarlı vasitəçi. Sənaye sahəsi və yaxud da elə deyək, dövlətin, təşkilatın inandırmalıdır ki, bunu Azərbaycan alimi edəcək. Mən sizə əmin edə bilərəm ki, 2-3 il ərzində biz bu vasitəçi kim ola bilər? Elm Təhsil Nazirliyi, dövlət qurumu ola bilər, bəli. Çünki mərkəzləşmiş icra hakimiyyəti orqanı kimi hal-hazırda o funksiyonu Elm Təhsil Nazirliyi yerinə yetirir. Mən düşünürəm ki, burada bir neçə yerə məsələni bölmək olar. Yəni hər şeyi biz dövlətdən gözləməməliyik də. Düzdür. Prioritet sahələr, indi hansısa o prioritet sahələr müəyyənləşdirilib, müəyyən dövlət dəstəyi ola bilər. Bu daha çox fundamental elmlərdə, fundamental tədqiqatlarda elmi qrantlar şəklində ola bilər. Amma biz bir dəfəli başa düşməliyik ki, bizim
etdiyimiz tədqiqat işinə bazarda ehtiyac olmalıdır. Bu da iki cür ola bilər. Bir, hansısa bir proses gedir, tutaq ki, bu istehsal prosesidir və yaxud da səhiyyə sahəsində bir prosesdir, bir alətdir. Onun yaxşılaşdırılması, daha səmərəli olması ilə bağlı müəyyən eksperimental tədqiqatlar ola bilər. Əgər biz bunu edəcəyiksə, onsuz da bunun maliyyələşməsini sənaye təmin edəcək. Çünki buna ehtiyac var. Burada bizim problemimiz hal-hazırda odur ki, sənaye bilmir ki, biz bunu edə bilirik, edə bilmir, ümumiyyətlə güvənmir. Güvən məsələsi var. Burada bir neçə yaxşı nümunə edib göstərmək lazımdır. Yəni, adam bir işi yaxşı görəndə həmin o işdən sonra 3-4 dənə də istəyirlər. Yəni, biz yaxşı nümunələr göstərə bilsək ki, hansısa kiçik layihəni özümüz etdik, sənaye onu getdikcə vəsait arayacaq. Yəni, burada Elm Təhsil Nazirliyi bizim yerimizə gəlib o əlaqəni qurmamalıdır. Biz özümüz getməliyik, sənayeni analiz etməliyik və s. İkinci istiqamət isə olmayan məhsullar üzərində işləmək. Yəni, birinci olanı səmərələşdirməkdirsə, ikinci olmayan tətbiqi məhsulları bir növ araşdırmaqdır. Bu daha çox məsələnin innovasiya tərəfidir. Biz bugünkü gündə məsəl üçün çox danışırıq innovasiyaların inkişafı və s. Amma bir çox innovasiya ilə bağlı tədbirlərdə, belə deyək ki, təşəbbüslərdə biz elmi tədqiqat institutlarının iştirakçı olaraq görə bilmirik. Yəni, bir növ bizdə innovasiya və elm biraz bir-birindən ayrı düşmüş kimi görsənir. Düzdür, burada ciddi şəkildə təşviqlər var, amma hələ ki, bunu biz ayrı görürük. Daha çox ölkədə olan innovasiya, o innovasiya müsabiqələrində olan layihələr daha çox biznes model innovasiyaları üzrədir. Yəni, müxtəlif sistemlərə, bioloji, mexaniki, fiziki sistemlərə, informasiya texnologiyalarının tətbiqi ilə bağlı biznes model innovasiyalardır. Elm əsaslı biz innovasiyaları görə bilmirik. Bu nə deməkdir? Ola bilsin, hansısa bir elmi araşdırma var, onun nəticəsi var. Bunun iqtisadi əsaslandırması, bunun müştəri tərəfi, bazarda həmin o məhsulun digər məhsullarla müqayisəli analizi, ümumiyyətlə nə qədər əhatəlilik dairəsi, hansı ölkələrə satıla bilər və s. Bu, yəni elmin, kəşfin bir növ innovativ məhsula çevrilməsi ilə bağlı bir prosesdir ki, burada biz istərdik ki, bizim o alimlərimiz, Elmi Tədqiqat İnstitutunda olan alimlərimiz aktiv şəkildə iştirak etsin. Bunun üçün də alim olmaqla yanaşı, yaxşı tədqiqat menecerlarına ehtiyac var ki, onlar elmi biliklərlə yanaşı, eyni zamanda onların müəyyən qədər strateji, maliyyə ilə bağlı müəyyən təsərrüfatları olsun. Mən bu sizin çıxışınızdan bir qısa sual çıxartdım özüm üçün. Alim heç də həmişə yaxşı menecer deyil. Bəli. Bu 100%. Alimin işi də menecerlik deyil. Alim ümumiyyətlə əksər hallarda menecerliyi bacarmır. Universitetlərdə deyim ki, belə menecment, məhsulun satılması yox. Yəni, bu universitetin sözün kökündə sanki Azərbaycanda yoxdur. Bu belədir, təhsil. Müəllimin, biz bir müəllim obrazı var da, bu da ona uyğun deyil. Bəlkə hansısa bir, az əvvəl Elçin müəllim səhv eləməsinizdir, bəlkə hamısı bir onlayn sistem yaransın. Hər bir alim, hər bir tədqiqat institutu girsin, oraya yazsın ki, tutan ki, mən filan məhsulu daha effektiv istehsal etməyə kömək edə biləcək nəsə hazırlaya bilərəm. Başqa birisi yazsın və belə bir qiymətləndirmə aparsın. Təbii ki, mən çox primitiv formada deyirəm, amma yəqin ki, bunun hansısa bir effektiv yollarını tapmaq olar. Ki, bir növ koordinasiya olsun, əlaqəlilik olsun. Biz, məsəl üçün, ümumiyyətlə, nə isə başlamalıyıq. Hansısa proses başlamalıdır. Məsəl üçün, biz Azərbaycan Dövlət Neft Sənaye Universitetində bu yaxınlarda daxili qrant elan etdik. Yəni, universitet özü tədqiqatları maliyyələşdirir və bu ona gətirib çıxartdı ki, ayrı-ayrı bizim müəllimlərimiz, tədqiqatçılarımız qruplar şəklində ümumiyyətlə başladılar layihə yazmağa. Bu özü böyük bir proses idi ki, bir qrant layihəsi necə yazılır, onun məsəl üçün maliyyə tərəfi necə işlənilir. Yəni, o qədər o proses getdi ki, heç olmasa birinci etapda bunu müəyyən qədər öyrənmiş olduq və artıq o kiçik də olsa qrantlar müəyyən bir prosesə start verdi. Həmin o elmi tədqiqatları yerinə yetirmək üçün onsuz da onlar başqa universitetlərlə, sənaye ilə məcbur olacaqlar əməkdaşlıq etməyə. Yəni, burada kiçik müəyyən təşəbbüslərə ehtiyac var ki, o proses bir növ geçsin. Məsələn, o menecerlar məsələsinə gələndə Elmi Ali Təhsil Dövlət Agentliyi tərəfindən
elmdə müxtəlif resursların istifadəsi ilə bağlı, layihələrlə bağlı çoxlu təlimlər əslində keçirilir. Bu illəri 2005-ci ildə, 25-ci ildə statistikaya görə 5000 nəfər tədqiqatçı həmin o təlimlərdə iştirak edib. Resurs da verilir, təlim də keçirilir, təşviq də var. Yəni bununla bağlı bütün resurslar var. Düşünürəm ki, qısa zamanda biz növbəti etapda artıq görəcəyik. Yəni sənaye ilə əməkdaşlığı da görəcəyik. Buna müəyyən qədər vaxt Murad lazımdır. müəllim, Buyurun, mən elə hesab edirəm ki, siz düzgün vurguladınız. Alimin yeri tədqiqat müəssisəsidir, laboratoriyadır. O sadəcə yüksək səviyyədə onu yerinə yetirməlidir. İstənilən halda biz demirik ki, bütün işi dövlət və yaxud da onun mərkəzi icra hakimiyyəti orqanı kimi Elm Təhsil Nazirliyi yerinə yetirmir. Elm Təhsil Nazirliyi elə bu pərakəndəliyi aradan qaldırmaq üçün bu struktur islahatlara başlayıb və onların konkret hədəfləri var bu istiqamətdə. Məsələn, mərkəzləşmiş laboratoriyalar yaratmaq bir hədəf müəyyənləşib. Yəni, ölkədə mövcud olan elmi tədqiqat institutları olsun, universitetlərdə olan o potensialı müəyyənləşdirir. Harda, hansı işlər yerinə yetirilir. Və onları sizin qeyd elədiyiniz kimi bir onlayn bir sistem yaradıb. Bütün universitetdə və elmi tədqiqat institutunda o tədqiqatı aparan alim artıq o mərkəzləşmiş qaydada onlayn sistemlə biləcək ki, hansı alim harda, hansı analizləri aparır və yaxud hansı tədqiqatları aparır, nəticələri nədir, bunlardan istifadə edib etməmək məsələsi. Eləcə də sənaye tərəfi də onunla əlaqələndiriləcək. O da məlumatlı olacaq ki, Azərbaycan aliminin bu apardığı tədqiqatların nəticəsi nədən ibarətdir və ya ona ehtiyac varsa müraciət edə bilər. Amma istənilən halda strateji, məqsədli işlər var ki, elmi işlər, onları dövlətin sifarişi ola bilər, sənayenin sifarişi olmalıdır, bu birmənalıdır və istənilən halda onu daha, yenə deyirəm, Azərbaycan aliminin yerinə yetirə biləcəyi inamını yaradan bir vasitəçiyə ehtiyac var. Məncə bu strateji o hədəflərdə onlar konkret müəyyənləşib və o məqsədlərə çatma istiqamətində. Samim, az əvvəl siz çox maraqlı bir fikir söylədiniz. Əslində bizim müzakirə etdiyimiz bütün bu sistem insan olmadan işləyə bilməyəcək. Elmi irəli aparan alimdir. Məsələn, Einstein olmasaydı fizikada irəliləyiş olmayacaqdı, Bohr olmasaydı və s. və ilə axır. Yəni insan, zəka. O zəkanı da yetişdirmək lazımdır. Bəli. Yəni bu bir elm adamıdır, bu bir fitri istedaddır. Bizdə o zəkanın yetişib elmə gedməsi üçün şərait varmı? Mənim bir tanışım var, yaxşı da oxuyub, magistraturanı bitirib, aspiranturaya daxil olmaq istəyirdi ki, elmlə məşğul olmaq deyir, elm öyrənəcəm. Buna deyiblər ki, sən ayda 320 manat pul verəcəyik sənə, amma sən bütün işlərdən çıxmalısan, gəlib oturmalısan institutda, aspirant işi yazmalısan. Bu da deyib ki, 320 manatı mən aspirant işini yazıb qutarana kimi pul mənə yetməyəcək və çıxıb gedib indi kommersiya sahəsində çalışır. Bax, bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Bəli, yəni elə mümkün deyil, siz dediyiniz kimi, o şərtlər də mümkün deyil. Əvvəldə, söhbətimizin əvvəlində dediyim kimi, bu məsələdə resurslar lazımdır. Yəni, doğru vaxt ayırmaq lazımdır insana ki, insan elmlə məşğul ola bilsin, resurs vermək lazımdır. Resurs dediyim həm maddi mənada, amma maddidən başqa da laboratoriyalardır, konferanslardır, başqa elm adamlarıyla danışa bilmək, onlarla görüşə bilmək, sahəsini görmək. Mən bayaq biz menecerlikdən danışdıq. Müasir elm ən azından səhiyyə üçün deyə bilərəm, menecerlikdən keçir. Elm adamı menecerliyi bacarmalıdır. Nə mənada? Çünki tək başına elm edən, elmlə məşğul olun artıq bizim sahədə ən azından qalmadı. Mümkün deyil. Bəlkə Newtonun vaxtında oturub ya da bir Einstein zamanında patentləri oxuyaraq nə isə teoretik çox fundamental bir elm haqqında bir fikir söyləyə bilərsiniz və məqalə çıxarda bilərsiniz. Bugün tibb sahəsində bunu edə bilməzsiniz. Tibb sahəsi böyük qrupların bir arada işləməyi ilə keçir. Bu mənada qiymətləndirməyə də qayıtsaq, qiymətləndirmədə nəinki kəmiyyət, nəinki də keyfiyyət, yəni bunun tətbiq olunması, olmaması, həm də qoyulan qrantlarda multisentr, yəni müxtəlif mərkəzlər bir arada gəlsə, bu qrantın belə deyək, həyata keçmə ehtimalı, udulması ehtimalı daha yüksək olur. Çünki gerçək elm, indiki elm çox kompleksdir. Çox insanların bir arada gəlməsini istəyir, multidisiplinarlıq istəyir. Bizim məsəl üçün Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində 80 nəfərlik təzə başlamış bir fakültədir, amma 80 nəfərin içində artıq bizim biostatistika, tam zamanlı biostatistika bir mütəxəssisimiz var.
Bunun da məqsədi orada nədir? Elmi, yəni yenə deyirəm, ayrı-ayrı da bir həkim ya da tibb bacısı, tibb qardaşı edə bilməz. Bir yerdə bir araya gələrək bir tərəfdən bizim mühəndisimiz, o bir tərəfdən biostatistika mütəxəssisimiz, həkimimiz, tibb bacımız ancaq onda bugünkü elm mümkün olur. Bizim proqramımızın sonuna yaxınlaşırıq. Mən anlayıram ki, bu bir proqramın işi deyil bu araşdırma aparmaq. Çünki biz danışdıqca yeni mövzular çıxır, yeni təşəbbüslər yaranır. Mən sizdən bir bu sahənin adamı kimi soruşmaq istəyirdim. Bilirsiniz, insan həmişə görmək istəyir. Bu insanın xasiyyətində var. Nəsə bir iş görüləndə deyir, bunun nəticəsi nə vaxt olacaq? Sizin fikrinizcə, bugün aparılan islahatlar, bugün görülən işlərin nəticəsini biz, dövlət, cəmiyyət, vətəndaş olaraq nə vaxt belə əlimizdən hiss eləyə biləcəyik? Buyurun Eşmən. Mən hesab edirəm ki, bu ayaqlarda qeyd elədim, elmi işlərdən, elmdən real nəticə gözləmək üçün, yəni bu gün etdik sabah nəticə gözləmək biraz sadəlövlük olar. Hesab edirəm, yaxın 5 ildə, 10 ildə bunun real nəticəsini biz görəcəyik. Yəni bu islahatlar hər halda məncə hesablanıb artıq növbəti 5 ilə 10 ilə ki, yəni təxminən 5 ildən 10 il sonra artıq biz real görəcəyik ki, fizika institutunda və yaxud da kimya institutunda və yaxud da digər institutlarda və yaxud da digər sahələrdə, universitetlərdə real nəticə var. Yəni artıq sənayedə hər hansı bir şey istehsal olunur, sırf Azərbaycan aliminin təklifi ilə istehsal olunur və qarşılıqlı əlaqələri var. Yəni mən hesab edirəm növbəti 10 ildə təxminən real nəticə görəcəyik. Buyurun Nəfsün müəllim, sizin fikriniz? Burada mən kimya istiqamətində bir tədqiqatın, təbii ki, tətbiq yönlü tədqiqatın nəticəsinin laboratoriyadan çıxıb, sınaqdan, istehsal sınaqlarından keçib, istehsala prosesinə qatılmasına ən azı minimum 7 il vaxt lazımdır və ona xərclənəcək milyonlar lazımdır. Mən düşünürəm ki, burada aydın təsəvvürlər var. Şəxsən cənab nazir Emin Əmrullayevin gənc alimlərin bir qrupu ilə görüşündə o konkret 2 məqsədi aydın açıqladı. O bildirdi ki, birinci növbədə biz maksimum çalışırıq ki, tədqiqatın aparıldığı laboratoriyalara və o laboratoriyada çalışan alimlərə əlverişli tədqiqat mühiti yaradan. Əgər o ağırlıq laboratoriyalara, o alimlərə, təbii ki, istedadlı gənc alimlərə yönələcəksə, biz elə 10 ildən sonra yaxşı nəticələrin şahidi ola biləcəyik. Rüfət müəllim, sizin fikriniz? Mənim fikrim odur ki, nəticədən çox burada dinamika çox vacibdir. Yəni nəyisə birdən nəticə onsuz da çevrilməsi biraz uzun çəkə bilər. Əsas odur ki, daha yaxşı olsun. Hər keçən gün, hər keçən il daha yaxşı olsun və biz bu nəticələrini və dinamikanı artıq görürük də. Məsəl üçün son dövrdə, son 10 ildə elm təhsil sahəsində aparılan islahatlar, xüsusilə təhsil sahəsində aparılan islahatların biz artıq nəticələrini görürük. Bu günləri məsəl üçün ümumi təhsildə xüsusilə aparılan islahatlar, istər müəllimlərin işə qəbuludur, müəllimlərin sertifikasiyasıdır. Artıq demək olar ki, biz bütün bu məsələlərimizi, böyük məsələlərimizi həll etmişik və orada da davam etməliyik. Ali təhsil və elmdə islahatlarımız biraz daha gec başlayıb. Biz qəbul etməliyik ki, bugünkü gündə ümumi təhsildə islahat sürəti ali təhsil və elmdə olandan 10 il qabaqdadır. Demək olar ki, 10 il qabaqdadır. Amma düşünürəm ki, biz ali təhsildə də, yəni təhsil istiqamətində də ciddi artıq uğurlar var. 9 universitetimiz artıq QS reytinqlərdə, dünya reytinqlərinə düşməlidir. Times Higher Education'da 4 universitetimiz var. 10 il qabaq biz ümumiyyətlə bilmirdik də, yəni bu reytinqlərə necə düşürlər, hansı meyarlar var orada. Artıq bütün universitetlərdə bundan bağlı iş aparılır, təşviq mexanizmləri, gənc kadrlar universitetlərə ciddi şəkildə cəlb olunmaqdadır və artıq universitetlərdə sistemli düşünən gənc kadrlar var ki, hansı ki bilir ki, təhsildə islahatlar maliyyə tələb edir, hər bir fəaliyyət planının bir maliyyəsi olmalıdır, fəaliyyət planı, strateji plandan necə bağlıdır, ümumiyyətlə bu gedib kafedralara, dekanlıqlara qədər necə çatmalıdır, biz artıq bunu görə bilirik və düşünürəm ki, burada dinamikanı izləmək çox vacibdir. Amma sırf Azərbaycan Dövlət Neft Sənaye Universiteti olaraq onu deyə bilərəm ki, uzağı 2 ildən sonra Azərbaycan Dövlət Neft Sənaye Universiteti Azərbaycanda olan ən adı neft-qaz sahəsində çalışan operator və kontraktor şirkətlərin bütün problemləri ilə bağlı müşavirlik xidmətləri göstərə biləcək.
İnşallah. Buyurun, Sivkin Sami. Kolleqalarla razıyam. Yəni elmin klassik nəticələri desək, uzun perspektivdə bizim sahədə yeni dərman kəşfinin Azərbaycanda olması biraz vaxt alacaq deyə düşünürəm, amma dinamika və proses çox vacibdir. Qısa perspektivada nə fərq yarada bilərik? Bizim bir sahədə mütəxəssis olmaq üçün, yəni ingiliscəsində belə deyirlər, see one, do one, teach one. Yəni bir dəfə gör, bir dəfə et, bir dəfə də öyrət. Onun da üstünə dördüncü bir səviyyə onun elmi tədqiqatını edir. Elmi tədqiqat işində olanda insan mütəxəssis daha yaxşı öyrənir, daha yüksək səviyyələrdə çıxır deyə düşünürəm və bu vacibdir. Bizim də görə biləcəyimiz qısa dövrdə nəticələr nədir? Beyin göçünün azalmasıdır. Yəni bizim gənclərin Azərbaycanda qalması. Çünki nəticələr uzun vadədə nəticələr çıxacaq, amma qısa perspektivada gənclərimizin elmlə maraqlanması, elmi sistemə girməsi, tədqiqat institutunun bir parçası olması, belə deyək də kosmonavt ya da polis işçisi yerinə mən elm adamı olmaq istəyirəm deməsidir. Hörmətli qonaqlar, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Proqramımıza ayrılan vaxt başa çatdı. Bu elm mövzusu elə bir mövzudur ki, bunu saatlarla müzakirə etmək olar və yenə də hələ ki nəticələrə, yenilənməyə yer və imkanlar qalacaq. Mən öz adımdan demək istəyirəm ki, mənə elə gəlir ki, Azərbaycanda elmin populyarlaşdırılmasına ciddi ehtiyac var. Elm adamı, zəka adamı dəyərli və cəmiyyətdə tanınan olmalıdır. Bu baş verəndə bir mənalı olaraq deyə biləcəyik ki, Azərbaycanda elm sahəsində xeyli inkişaf var. Hörmətli tamaşaçılar, bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.